Lənkəran Dövlət Universitetinin Enactus komandası tərəfindən fakültələrarası simulyasiya yarışı təşkil edilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra ekspert heyəti tərəfindən fakültə komandalarının təqdim etdiyi layihələr dinlənilib, layihələrin sosial təsiri, innovativliyi və tətbiq imkanları əsasında qiymətləndirmə aparılıb. Simulyasiya yarışının nəticələrinə əsasən Təbiət Fakültəsinin Frit layihəsi qalib elan edilib. Xatırladaq ki, Enactus proqramının əsası 1975-ci ildə Amerika Birləşmiş Ştatlarında qoyulub. Bu beynəlxalq platforma biznesin müsbət gücündən istifadə edərək daha yaxşı və davamlı gələcək qurmağa çalışan tələbələri, alimləri və biznes liderlərini bir araya gətirmək məqsədinə xidmət edir. Hazırda Enactus dünyanın 35-dən çox ölkəsində fəaliyyət göstərən geniş və fəal qlobal şəbəkədir. Artıq ikinci ildir ki, Enactus platformasına iştirak edəcəyik. Biz keçən il 2025-ci ilin aprel ayında ilk dəfə simulyasiya mərhələsinə qoşularaq 18 universitet arasında 3-cü yerə layiq görüldük və 2025-ci ilin avqust ayında keçirilən final mərhələsində 12 universitet arasında 4-cü yerə layiq görüldük. Nəyə görə bu bizim üçün çox böyük bir uğur hesab olunur? Çünki Lənkəran Dövlət Universiteti olaraq, region universiteti olaraq nəhəng universitetlərin arasından 4-cü yeri finalda əldə etmək bizim üçün böyük uğurdur.